Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Socarın sabiq vitse-prezidenti Mikhail İsmayılovun oğlu Orxan İsmayılzadə növbəti dəfə axtarışa verilib. Ajans AS xəbər verir ki, bu barədə Musavat.com-la daxil olan məlumatda deyilir ki, Orxan İsmayılzadə aliment borcunu ödəməkdən yayınır. İş üzrə iddiaçı Fidan Abbasova Musavat.com-la məlumatı təsdiqləyib, bildirib ki, Orxan İsmayılzadənin saxlanılması barədə təqdimatı icra məmuru Gülarə Məmmədova verib. Sabunçu məhkəməsinin hakimi Şəbnur Qədirova təqdimatı əsaslı hesab edib və qəbul olunan qərara görə polis Orxan İsmayılzadəni saxlamalı və icra orqanına təhvil verməlidir. Xatırladaq ki, bu Orxan İsmayılzadə barədə ilk belə qərar deyil. Bundan əvvəl də çıxarılan axtarış qərarı üzrə Orxan İsmayılzadənin saxlanılması Sabunçu rayon polis idarəsinə həvalə olunmuşdu. O zaman da oliqarx oğlunun axtarışa verilmə səbəbi isə məhkəmə qərarını icra etməkdən yayınması idi.